Yolu keçərkən qaçmağın yaratdığı təhlükə. Sağ kənar zolaqla hərəkət edən göy rəngli avtomobilin sürücüsü səkidən yolun hərəkət hissəsinə qaçan piyadanı görür. Sürücü sol zolağa keçərək hərəkət sürətini artırmaqla həmin piyadanı yanından keçə biləcəyini fikirləşir. Lakin piyada da yaxınlaşmaqda olan avtomobildən əvvəl yolu keçəcəyini ümid edərək qaçış sürətini artırır. Hər iki hərəkət iştirakçısının yanlış qərarı onlara dayanmaq imkanı vermir. Piyadanı vurma baş verir. Piyadalar yolun hərəkət hissəsini yalnız piyada keçidləri ilə, o cümlədən yeraltı, yerüstü piyada keçidləri ilə keçməlidirlər. Yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi qanunla qadağan olunur və bu halda piyadanın qaçması onun həyatı üçün 2 qat təhlükə yaradır. Sürücülərə hətta müəyyən edilməmiş yerdə belə yolu keçən piyadalara yol vermək məsləhət görülür. Bunun üçün hərəkət zolağını dəyişmədən tam dayanana kimi nəqliyyat vasitəsinin sürətini azaltmaq lazımdır. Yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən qaçaraq keçilməsi piyada üçün təhlükəlidir və qanunla qadağan olunur. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi